Salam, hər vaxtınız xeyir olsun. Müəllimlərin işə qəbulu imtahanının ana dili və ədəbiyyat müəllimləri üçün çərçivə sənədinə daxil edilən Koroğlu dastanının birinci qolu, Alı kişi qolunun izahına baxacağıq bugün. Diqqətli olaq. Ümid edirəm ki, izah sizlər üçün çox faydalı olacaq. Diqqətlə dinləməyinizi məsləhət bilərdim. Çünki proqramımıza yeni salınan, çərçivə sənədimizə yeni daxil edilən əsərlərdən biridir. Mənim ana dil ədəbiyyat dərslərimə qoşulmaq istəyənlər də 070 228 1197 nömrəsi ilə əlaqə saxlaya bilərlər və nəticələrlə tanış olmaq istəyənlər üçün də mən videonun sonunda, alt hissəsində link yerləşdirəcəyəm. O hesabdan daxil olaraq nəticələrə baxa bilərsiniz. İndi keçək izaha. Alı kişi neçə illər idi ki, Həsən xana ilxi otarırdı. Həsən xana. Ömrünü, gününü onun qapısında çürüdüb, saçını, saqqalını ilxıçılıqda ağartmışdı. İlxıçı olan obrazlar da var. Elə Alı kişinin Koroğlu kimi ilxıçı olmaq kimi, yəni bu peşəyə sahib olmaq kimi bir oxşarlığı da var. Düzdür, Koroğlu ilxıçı deyildi, amma bu adla dəfələrlə yalanlar danışmışdı. Hər gün səhər dan yeri ağaranda, hər gün, diqqətli olun, hər gün dan yeri ağaranda Alı kişi ilxını çölə aparır, bütün günü otarır, gecədən biraz keçəndən sonra xalxala gətirirdi, yəni atların saxlandığı yerə. Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Atlar dərya kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Deməli, Alı kişi də kənarda oturubmuş, atları da dərya kənarına gətirib və atlar da həmin vaxt oturuyurdular. Dan yeri yenicə ağarmışdı, çünki səhər idi. Qoca ilxıçı bir də baxdı ki, dəryadan 2 ayğır çıxdı. 2 ayğır çıxıbmış dəryadan. Atlar gəlib ilxiyə qarışdılar. 2 madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Daha aydın olsun deyə qeyd edeyim ki, ayğırlar yəni erkək cinsindən olan atlardır, belə deyək. Madyanlar isə dişi cinsdən olan deməli atlardır, hesab olunurlar. Tez qalxıb madyanları nişanladı, hansı ki 2 ayğır onlara yaxınlaşmışdı. Amma bu barədə heç kəsə bir söz demədi. Fikir verin, Alı kişi susur, heç kimə heç nə demir. Qoca ilxıçı madyanları gözdən qoymurdu. O qədər gözlədi ki, axırda onlar doğdu. Aylar keçdi, iyi dolandı. Qulunlar böyüyüb day oldular. Yəni o balaca atlar qulun biraz böyüyəndən sonra isə daya çevriliblər. Günlərin bir günü Toqat Paşası Hasan Paşa, bu bizim hər dəfə Koroğlu dastanında rast gəldiyimiz Hasan Paşa, Həsən xana qonaq gəlmişdi. Paşa söhbət əsnasında arasında xana deyir: Həsən xan, eşitmişəm sənin yaxşı cins atların var. Atların gözəl olması ilə bağlı belə bir eşidilmə Qurbanəli bəyə də aiddir. Çünki naçalnikə xəbər çatdırır ki, mənim gözəl atlarım var. Yəni hələ deyir, evdəkiləri görməmsən. Gərək ilxından mənə 2 ayğırlıq at verəsən. 2 ayğırlıq at istəyir. Yəni belə çıxır ki, Hasan Paşanın Həsən xandan istədiyi atlar dişi cinsə mənsub olan atlar olubmuş. Deyir, mənə 2 ayğırlıq at ver. Həsən xan o saat Alı kişini yanına çağırıb tapşırdı. Sabah ilxını çölə aparma. Bütün ilxını deyir. Paşa üçün 2 ayğırlıq at tutturacağam. Yəni özləri seçəcəkmiş. Bu sözü deyən kimi dayılar Alı kişinin yadına düşdü. O xanın başını uca eləmək üçün səhər tezdən durdu. Dayıları tutub xalxalda bağladı. Yəni atlar saxlanan yerdə bağladı və ilxını çölə sürüb, yəni ötürdü. Amma paşa bunlar, yəni Həsən xan söyləmişdi ki, ilxını çölə buraxma. Getməsinlər. Paşa baxdı ki, xalxalda 2 arıq day bağlanıb. Bu atlar hələ balacaydılar və arıq idilər. Başa düşdü ki, bu dayları ona vermək istəyirlər. Gülüb dedi: Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins atların var. Bunlar nədir? Belə ələngi üləngiyə qalsa, bunlardan mənim özümdə çoxdur. Yəni elə bilir ki, pis atdır. Belə atı dəqiq, yəni dəqiq formada analiz etməmək, təhlil etməmək Koroğlu dastanının başqa qollarına da aiddir. Məsələn, elə biri Durnateli qolunda qıratda özünü zəif bir at kimi göstərir və onu da Aslan Paşa yəni verir qoruqçuya işinin müqabilində elə bil. Deyir ki, bu elə nökər atıdır, üzündən də nökər oxşuyur. Eyni ilə bu atlar kimi. Elə bunun biri qırat olur da sonradan. Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: Axmaq qoca, mən sənə deməmişdimmi at tutacağam, ilxını saxla, niyə saxlamamısan? Və paşanın yanında deyir bunları Həsən xan ilxıçıya. Xan sağ olsun, mən qoca ilxıçıyam, qoca ilxıçı. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə, paşaya bunları ver. Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha da qəzəbləndi. Mənim ilxımda tərifi aləmə yayılmış cins atlar var.
Bu əlləngiləri deyir, qonağa göstərib, məni xəcalət etməkdə məqsədin nədir? Elə bilir ki, bu prinsipial şəkildə edilmiş hərəkətdir. Xan sağ olsun. Mənim məqsədim paşanın yanında sənin başını uca etməkdir. Deməli, nəticə və yaxud da niyyətin nə olmağından asılı olmayaraq, bu qoca ilxıçının, yəni Alı kişinin bir məqsədi var idi. Yəni məqsəd də pis deyildi. Paşanın başını uca etmək idi. Bütün dünyanı gəzsən, yenə də bunlar kimi at tapa bilməzsən. Həsən xan daha da qəzəblənib dedi. Bilmirəm, bir saata qədər yerdə də, göydə də olsa gərək paşaya layiq 2 dənə ayğırlıq at seçəsən, yəni özü seçsin. Bu saat get, seç, gətir. Və bunu da ilxıçıya tapşırır. Alı kişi dedi, xan, onda izin ver paşa üçün at seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdur. Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vurulsun. Paşa da qəzəblənmişdi. Odur ki, dedi, Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Onda sən belə et. Bu dayların hər birini onun bir gözünə qiymət elə. Deməli, gözlərini çıxartdırmaq məsələsi. İndi fikir verin, Həsən Paşa görün nə qədər qəddar insan olub ki, atların hər birinin qisasını Alı kişinin bir gözündən alır, hərəsinin bir gözündən. Və bu təklifi verəndə paşa olur. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr elədi, cəllad Alı kişinin gözlərini çıxartsın. Və əmr edən paşa olmur, Həsən xan olur və kimisə öldürməmək məsələsi var idi. Aldamış Kəvakibdə Sərdar zaman qoymur. Münəccimin boynu vurulsun, çünki deyir ki, bu it ölsə çarəni kimdən soruşacaqsan. Və həm də var idi Dərzi şagirdi Əhmədin nağlında. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Fikir verin, Alı kişi heç bir reaksiya vermir, yəni müqavimət göstərmir bunlara. Heç bir dəfə də ufuldamadı da. Elə ki, cəllad işini qurtardı, Alı kişi dedi, Həsən xan, insan üçün dünyada hər naz-ı neymətdən şirin şey gözüdür. Sən məni ondan binəsib etdin. Mən sənin qapında can çürütdüm, ilan kimi qabıq qoydum, saç saqqal ağartdım. Amma sən bunların heç birini bilmədin, qədir qiymət vermədin. Ancaq eybi yoxdur. İndi ki, mənim gözlərimi bu daylara qiymət elədin, heç olmasa sözünün ağası ol, bu dayları mənə ver. Həsən xan dayların hərəsini onun bir qoluna bağlatdırıb qapısından qovdu. Deməli, qollarına bağlayırlar Alı kişinin. Kör Alı kişini öz evinə gətirdilər. Kəndə xəbər yayıldı. Cəmaat onun başına yığıldı. Alı kişi, yəni Alı kişinin oğlu Rövşənə də xəbər çatdı. Yəni kör oğluydu, əvvəldə Rövşən. Rövşən Rüstəm kimi igid, yeniyetmə cavan bir oğlan idi. Rüstəmə bənzədilir igidlikdə. Belə bir bənzədilmə Vaqif dramında da var idi. Deyir ki, Rüstəm zal bir sərçədir, bu xan sanki bir pəhləvandır. O atasını bu halda görəcək soruşdu. Ata sənə nə olub? De görüm səni kim bu hala salıb? Alı kişi əhvalatı oğluna danışır. Rövşən qızmış pələngə döndü. Ayağa qalxıb dedi. Oğlun sənin qisasını yerdə qoymaz ata. İndi Həsən xan mənim qabağımda dayansın, görüm necə dayanır. Kəndin cavanları qalxdılar, hətta cavanlar da. Alı kişi işi belə görəndə oğlunu çağırıb yanına əyləşdirdi. Əlini onun çiyninə qoyub dedi. Hələ qisasın vaxtı deyil. Deməli, təkcə Rövşən yox, Alı kişinin qisasını almağa o cavanlar da getmək istəyirmiş. Vaxtında mən özüm sənə deyəcəyəm. İndi qulaq as. Mənim gözlərim bu dayların üstündə çıxarılıb. Bu dayların üstündə gərək mənim qisasım da alınsın. Bu dayları sənə tapşırıram. Bunlar elə belə atlar deyil. Yəni Alı kişi hikməti anlayırdı əvvəldən. Bunlar dərya atından əmələ gəliblər. İndi sən gərək böyük bir tövlət kəsən. Amma bu tövləyə gərək heç bir yerdən işıq düşməyə. 40 gün tamam atlar bu tövlədə qalacaq. 40 gün atlar bu tövlədə qalacaq. Heç bir işıq bura düşməməlidir və insan övladının gözü baxmamalıdır bu atlara. Deyir ki, bir insan övladının gözü də bu 40 günün ərzində gərək atlara baxmasın. Rövşən dedi, yaxşı ata, belə olanda bəs mən onlara necə yem verəcəyəm? Necə su vuracağam? Alı kişi dedi, sən tövlədə hər day üçün 40 gözlü bir axur qazacaqsan. 40 gözlü axur qazacaqsan hər day üçün. Deməli 40-80 dənə axur. Atların 40 günlük arpasını, samanını həmin bu axurlara dolduracaqsan. Kəndin başındakı zümrüd bulağından tövlənin içərisinə bir arx açacaqsan. Hər axurun yanında da balaca bir çarhovuz tikəcəksən. Baxın, axur, arx, çarhovuz. Atlar 40 gün burada yeyib içib bəslənəcəklər. İndi hələlik tövlə hazır olanacan dayları çək bir yerdə bağla. Yəni o yerin də adını demir, bir yerdə deyir bağla. Rövşən qabaqca atasını rahladı. Sonra dayların yerini sahmanlayıb tövləni hazırlamağa başladı. Elə ki tövlə hazır oldu, Alı kişi gəlib əlini, yəni axı kördü bir insan, bir-bir yoxlayır əli ilə. Əli ilə çarhovuzu, arxı, axurları yoxladı. Yaxşıdır dedi, yəni razı olur. Alı kişi burada heç bir problem görmür Rövşənin etdiklərində, qaydasındaydı. İndi sən axurları doldur. Suyu da hovuzlara bağla.
Ancaq yenə də sənə deyirəm ki, gərək bura işıq düşməsin və bir insan gözü bunlara baxmasın. Bu işdən düz 38 gün keçmiş olur. Atalar deyiblər ki, insan səbirsiz olar. Rövşən 38 günü başa vurdu. 39-cu gün nə qədər elədi özünü saxlaya bilmədi. 39-cu gün deməli baxmış olur ona. 39. Axır Rövşən gəlib tövlənin üstünü açdı. Balaca bir deşik açıb içəriyə baxdı. Rövşən əvvəl gözlərinə inana bilmədi. Sağ axurdakı atın çiyinlərində 2 qanad var idi. Özü də qanadlar alov kimi yanır. Qızıl kimi parıldayırdı sağ axurdakı atın üstündə qanadlar. Rövşən tez sol axurdakı ata baxdı. Gördü ki, bu atın qanadı yoxdur. Gözlərini dolandırıb yenə də sağ tərəfdəki ata baxdı. Gördü qanad yavaş-yavaş sönür. Axı insan gözü baxdı onlara. Rövşən tutduğu işdən peşman oldu. Tez deşiyi örtmək istədi, ancaq iş işdən keçmişdi. Qanadlar yavaş-yavaş əriyib yox oldu. Rövşənin bir əli oldu, bir də başı. Deməli peşman olur və özünü çox danlayır. Belə bir gündə gəlib keçdi. Deməli atası isə 40-cı gün xəbər tutmuş olur bu prosesdən. 40-cı gün Alı kişi Rövşəni çağırıb dedi: "Bala, gəl məni atların yanına apar. Görüm nə haldadılar." Rövşən atasının əlindən tutub tövləyə apardı. Alı kişi sağ axurdakı ata yaxınlaşdı. Əlini atın belinə çəkdi. Birinci sağ. Sonra Rövşənə tərəf döndü. Oğul, bu ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görüm bu necə olan işdir. Rövşən bilmədi nə desin. Ata, sən nədən deyirsən? Alı kişi dedi. Oğul, məndən gizlətmə. Mən sənə deyirəm ki, yəni atlara insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görüm bu necə olan işdir. Rövşən əhvalatı atasına danışdı. Deməli Rövşən burada yalan danışmır. Deyir ki, baxıb. Alı kişi dedi: "Oğul, səbirsizlik adama həmişə ziyan verər. İndi sən də səbirsizliyinin ziyanını çəkirsən. Ancaq fikir etmə. Olan olub, keçən keçib. Hələ bir neçə gündə atları bayıra çıxarmaq olmaz. Deməli, həmin dəqiqə atlar çölə çıxmır. Bir neçə gündə bunlar hələ bu yerlərdə qalmalıdır. Qapını bağlamaq lazım deyil. Özün də gəlib yemləyib sulayarsan. Yəni artıq qapı bağlanmır. Keçirik indi digər hissəyə. Əsərin davamı hissəsi. Bir neçə gün keçəndən sonra qoca ilxıçı oğlu ilə bərabər tövləyə gəldi. Bir neçə gündən sonra. Axı atları həmin dəqiqə çıxarmaq olmazsa çölə Alı kişi demişdi, tapşırmışdı. Atları yoxlayıb dedi: "Rövşən oğul, atlar daha böyüyüb, minilmək həddinə çatıblar. İndi onları bir-bir bərkə boşa salıb sınaqdan çıxartmaq lazımdır. Əvvəl bunu, sonra da o birisini min. Təzəcə sulanmış şumda səyirt." Diqqətli olun, atası bir-bir tapşırır. Haraları sürmək lazımdır. Qara tikanlığa sür. Sonra da sıldırım dağla daşlı yerdə çap. Sıldırım daşlı dağa çap. Deməli, şumda səyirt, qara tikanlığa sür və sıldırımlı daşlı dağa çapmalı imiş. 3 yeri belə göstərir. Rövşən atasının öyrətdiyi kimi əvvəl sağ tərəfdəki atı mindi və atasının dediyi yerlərə sürdü. Alı kişi atın ayaqlarının üylərini bərk sıxdı. At nə diksindi? Alı kişi atın ayaqlarının üylərini bərk sıxdı. At nə diksindi, nə də qırpındı. Atın səsi çıxmır. İndi növbə ikinci atın idi. Rövşən bu atı da minib sürdü. Alı kişi dedi: "Oğul Rövşən, birinci at sınaqdan çox yaxşı çıxdı. İkinci at da pis çıxmadı, əmək itirmədi. Ancaq birinci ata çata bilməz. Bu atın təyə bərabəri tapılmaz. Birinci atın adını qır at, ikincini isə dür at qoyuram. Baxın, o birinci at həm də sağ atdı. Sağ tərəfdə dayanan atı idi, yəni qır atdı. Hansı ki qanadları görünmüşdü Rövşən Koroğlu tərəfindən. Amma sonra elə bil sönməyə başlayır. Dür atın isə qanadlarını ümumiyyətlə Koroğlu görmür. Yəni ona görə yəqin ki, müəyyən qədər qır atdan zəif idi dür at. Qır atın qədrini yaxşı bil, onu canından əziz saxla." Sonra Alı kişi dedi: "Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan qisas almaq vaxtı çatdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqq hesabımızı çəkək." Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmış, onu evə gətirmişdi. Uşaqlıqda baş verir bu hadisə. Daş balaca idi, balaca bir daşdı. Amma çox ağır idi. Özü də işim ışıldayır, par parıldayırdı. Alı kişi daşı o üzünə, bu üzünə çevirib yoxladı. Başa düşdü ki, o göydən düşmüş ildırım parçasıdır. Deməli, Alı kişi müdrikliyi də var Alı kişinin. Hər şeyi əvvəldən bilmək, hikmətləri anlamaq xüsusiyyəti var imiş. Sabahsı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb bir ustanın yanına apardı. Rövşəndən xəlvət, gizlincə. Salamlaşandan sonra daşın bir balaca tiyəsini ustaya verib dedi: "Usta, bu daşdan mənə bir biz qayır batırmaq üçün." Usta biraz çək-çevir edib daşdan bir biz qayırdı və Alı kişiyə qaytardı. Elə həmin dəqiqə qaytarır. Alı kişi ustanın haqqını verib, haqqını da verir və bizi cibinə qoyub gizlətdi. Daşın qalanını bir misri qılınc qayranın yanına aparıb dedi:
İndi isə qılınc düzəltdirmək üçün olan yerə gəlir. Usta, bu daşdan mənə bir qılınc qayır. Bu usta əvvəlkindən də uzunçuydu. Yəni deməli əvvəlki də çox danışıbmış. Bu da onun qədər. Ondan da hətta. Qərəz uzun çək-çevirdən sonra Alı kişi bu ustanı da razı salır. Usta daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu. Usta baxdı ki qılınc nə qılınc? Vallah bu elə bir qılıncdır ki gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşdü. Elə ki vədə tamamında Alı kişi qılınc üçün gəldi. Gedib gəlirmiş. Usta ona öz qılıncını verməyib əvəzinə ayrı bir qılınc verir. Deməli ustanın burada pis bir əməli var imiş. Ancaq Alı kişi işini əvvəldən möhkəm tutmuşdu. Dinməz söyləməz cibindəki bizi çıxarıb qılıncın tiyəsinə bastı. Nəyəsə yoxlamaq məsələsi Basatın Təpəgözü öldürdüyü boyda da var idi. Basat da əvvəlcə o qınsız qılıncı yoxlamaq üçün onun qabağına öz qılıncını tutmuş olur. Sonra gətirir bir ağacla tutur. Biz qılıncı dəldi. O biri tərəfinə keçdi. Deməli bu həmin qılınc deyilmiş. Usta baxdı ki Alı kişini aldada bilməyəcək. Naçar qalıb onun qılıncını verdi. İndi də bizi bu qılınca, yəni qılıncın tiyəsinə vurur. Elə bir ildırım çaxdı. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Amma bu barədə oğlu Rövşənə bir söz demədi. Deməli qılıncla bağlı heç nə demir. Elə ki Rövşən qıratı, düratı yəhərləyib atasının bərabərinə çəkdi. Alı kişi hər şeyi hazır görəndə evə girdi. Həmən qılıncı gizlətdiyi yerdən çıxardı və Rövşənə verib dedi. Rövşən, al bu qılıncı belinə bağla. Bu sən gördüyün qılınclara bənzəməz. Hər nəyə vursan doğrayıb tökər. Bunun adına misri qılınc deyirlər. Baxın biz Rövşənin misri qılıncını həm də Vaqif dramında Eldara verildiyini görmüş oluruq. Belə də qeyd etmək olar ki, Eldar müasir dövrün Koroğlusuydu. Alı kişi dür ata, Rövşən də qırata minib yola düşdülər. Deməli Alı kişi hansı ata minir? Dür ata. Rövşən də qırata minir. Gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Alı kişi dür atı imarətin qabağına sürüb Həsən xanı çağırdı. Deməli Alı kişi dür atı qabağa sürür, Həsən xanı çağırır. Burada Rövşən yox, Alı kişi çağırmış olur Həsən xanı. Həsən xan Alı kişini yalmanına əl çatmayan bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü, Alının oğlu da buradadır, yəni Rövşən də gəlib. Özü də elə bir ata minib ki, Rüzgarın gözü hələ belə bir at görməyib. Alı kişi dedi, Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Yəni Həsən xan bunları arıq bilmişdi də, belə. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax gör indi necə gözəl atlar olublar. Alı kişi dedi, Həsən xan, mən sənə yaxşılıq etmək istədim, sən anlamadın. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. Burada Alı kişi pisliyə elə pisliklə də cavab vermiş olur. Amma pisliyə yaxşılıqla cavab verən Nurəddin də var idi, Nurəddin hekayəsində. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Əlindən gələni əsirgəsən kişi deyilsən. Həsən xan onun bu sözündən acıqlandı. Qılınc çəkib kişinin üstünə cumdu. Deməli birinci Rövşənin yox kişinin üstünə cumur. Rövşən qıratı onun üstünə sürdü. Deməli bu məqamda da Rövşən atasının elə bil köməyinə çatır, yəni müdafiəsinə. Misri qılıncın göydə parıldaması ilə xanın başının yerə diyirlənməyi bir oldu. Başı kəsdir Həsən xanın. Səsküy qopdu. Qoşun onların üstünə yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan qırat, bir yandan dürat və bir yandan da Rövşən misri qılıncla qoşunun qabaq dəstəsini qırıb dağıtdılar. Deməli təkcə Həsən xanı yox, qisasa gələndə bir çoxlarını burada öldürür. Rövşən atasının ələ keçəcəyindən qorxub davadan əl çəkdi. Deməli səbəb nə olur? Atanın ələ keçməyindən qorxmağı. Səbəb budur. Atları sürüb çölə tərəf üz qoydular. Yəni gedirlər. Ata oğul axşama qədər yol gedib, axşamüstü bir çayın qırağına çatdılar. Axşama qədər yol gedirlər. Alı kişi buranın necə bir yer olduğunu xəbər aldı. Rövşən dedi, ata, bura hər tərəfi sıldırım qayalıq, çənli çiskinli bir dağ belidir. Alı kişi soruşdu. Oğul bax gör bu bel ki deyirsən, bunun hər tərəfində bir uca qaya görünmür ki. Rövşən dedi, ata görünür, biri sağında, biri də solunda. Deməli iki tərəfində qaya görünürmüş, sağda və solda. Özü də başları qarla örtüldü, qayaların başı da qarla örtülübmüş. Alı dedi, oğul mənim axtardığım yer buradır. Buraya Çənlibel deyirlər. Deməli bu Çənlibel adını Alı kişi vermir bu yerə. Elə əvvəldən bura Çənlibel deyiblərmiş. Biz burada yurt salmalıyıq. Ata oğul Çənlibelə yurt saldılar. Çənlibeldə yaşamağa başladılar. Günlərin bir günü Alı kişi Rövşənin yanına çağırıb dedi, oğul, buradakı dağların birində bir cüt bulaq var. Adına Qoşa bulaq deyilir və dağın adında konkret demir, deyir dağların birində. Buz kimi suyu var. 7 ildən 7 ilə cümə axşamı məşriq tərəfdən bir ulduz, deməli cümə axşamı 4-cü gün, 7 ildən bir.
Məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz doğar, hərəsi bir tərəfdən. Və bu ulduzlar gəlib göyün ortasında toqquşar. Onlar toqquşanda qoşabulağa nur tökülər, köpüklənib daşar həmin anda. Hər kim qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli bərabəri tapılmaz. Hər kim qoşabulağın suyundan içsə, aşıq olar. Aşıq olarmış. Vədə çatıb, get axtar qoşabulağı tap. Ancaq köpüyündən bir qab da doldur, mənə gətir. Və oğluna demir ki, o bulağın suyunun, yəni mənim gözümə şəfası olacaq və s. Bunları demir və qoşabulağın yerini də dəqiq bilmirdi. Dağların birində idi qoşabulaq. Deyir, get özün axtar tap. Rövşən getdi, dağları daşları ələk-verək etdi. Axırda bir dağa çatdı. Min bir əziyyətlə qayaya dırmaşdı. Deməli, çətinliklə qayaya dırmaşır. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir. Gəl görəsən. Ortalıqda qoca bir ağac var. Altında da qoşabulaq durna gözü kimi qaynayır. Hələ köpüklənməyib. Göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi ki, axşam oldu. Ulduzlar doğdu. Ulduzlar gəlib düz qoşabulağın üstündə toqquşdular. Onların toqquşmasından qoşabulaq daşdı. Ağ köpük adam boyu qalxdı. İnsandan da hündür. Rövşən köpükdən bir qab doldurub başına tökdü. Bir qabda doldurub içdi. Deməli, bir qab başına tökür, bir qabda doldurub içir. Təzədən bir qabda doldurmaq istəyəndə baxdı ki, ey dadi bidat, köpük hayanda idi. Bulaqlar yenə də elə durulub ki, elə bir göz yaşı daxır. Yəni, əvvəlki vəziyyətinə qayıtmış olur bulaqlar. Rövşən bir başına bir dizinə vurdu. Ancaq hara çatacaq? Deməli, burada Rövşənin ikinci dəfə peşman olduğu məqam var. Bir bu hissədə, biri də atlara baxdığı üçün, yəni insan gözü dəyir atlara həmin anda. Qabı boş götürüb kör peşmən geri döndü. Deməli, heç bir damcı da gətirib çatdıra bilmir atasına. Əhvalatı atasına danışdı. Alı kişi ah çəkdi. Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi. Rövşənin dərdi bir idi, 5 oldu. Başına gözünə döyməyə başladı. Bax, bu sirri öyrənəndən sonra da başlayır peşman olub. Yəni, Rövşənin 3-cü dəfədə burada bir peşmanlığı, yəni özünü məzəmmət etməyi var. Yəni, o bulağın suyunun atasının gözlərinə dərman olacağını biləndən sonra. Mən niyə qabaqca özüm içdim? Baxın, özünü burada məzəmmət edir. Alı kişi dedi, oğul, ağlamaqdan bir şey çıxmaz. Keçənə güzəş deyərlər. Görünür, bir də səni görmək mənə qismət deyilmiş. Daha mənim əcəlim tamamdır. İndi qulaq as, sənə bir-iki sözüm var, onları deyim. Rövşən atasının yanında əyləşdi. Alı kişi dedi, bala, aylar keçər, il dolanar, sənin adın məğribdən məşriqəcən bütün dünyada məşhur olar. O köpükdən sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, heç bir pəhləvanın qulağı ona dözə bilməyəcək. Deməli, nərədə o sudan sonra, yəni Koroğluya verilibmiş. Nə qədər ki, Misri qılınc belində, sən də qıratın belindəsən, özü də Çənlibildəsən, səni heç kəs bata bilməyəcək. Get, sənin adını Koroğlu qoydum. Deməli, ad qoymaq həm Dədə Qorquda, həm də Alı kişiyə aid oldu. Alı kişi vəsiyyətini eləyib ömrünü öz oğluna bağışladı. Koroğlu atasını qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə yurd yuva saldı. Qolun izahı bu qədər və sonda istəyərdim ki, öyrəndiyimizi, yəni möhkəmlətmək üçün elə dərsliyin özündə verilən 2 testi sizlərə tapşırıq kimi verim. Mütləq şərh hissəsində izahlı və yaxud da izahsız cavabları qeyd edərsiniz, izahlı da olar. Düşünürəm ki, izah sizlər üçün təhlil çox faydalı oldu. Növbəti çərçivə sənədinə salınan yeni mövzuların da izahını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sizlərlə mən idim, Aytaç müəllimə. Sağ olun.